Salam dəyərli müəllimlər, dəyərli müəllimlər. Bu videoda filologiyaya aid olan sınağın izahına baxacağıq. Qeyd edeyim ki, bu sınaqda bizdən nələr soruşulur? Situasiyada bizdən həm taksonomiya soruşulur, həm inteqrasiya soruşulur, eyni zamanda da dərin bilik səviyyəsinə aid olan xüsusiyyətlər soruşulacaq. Gəlin bir yerdə situasiyaları oxuyaraq düzgün cavabları bir yerdə tapmağa çalışaq. Onu da qeyd edeyim ki, növbəti video izahlarda digər fənlərin sınaq izahları olacaq. Məsləhət olar ki, bütün izahlara baxasınız. Yəni sırf ixtisasınız filologiyadır, ona baxıb digərlərindən məsələn videolarını keçid eləmin. Məsləhət olar ki, hamısına baxasınız. Çünki məqsəd nədir bizdə? Taksonomiyadır, inteqrasiyadır, dərin bilik səviyyələrini daha yaxşı şəkildə öyrənək. Burada situasiyamıza heç bir fərqi yoxdur. Bu tarixə aid sual olsun, riyaziyyat, biologiya heç bir fərqi yoxdur. Biz sualların cavablarını tapmağa çalışırıq. Ona görə məsləhət olar ki, hamısına baxasınız ki, daha yaxşı şəkildə öyrənmiş olasınız. Gəlin başlayaq birinci sualdan. Deyir, müəllim şagirdlərə sosial şəbəkələrin şəxslərarası münasibətlərə təsiri mövzusunda məqalə təqdim edir və müsbət, mənfi təsirlərini müxtəlif aspektlərdən sosial, psixoloji, rəqəmsal təhlükəsizlik baxımından qiymətləndirərək əsaslandırılmış mövqe bildirmələrini tapşırır. Baxın, dəyərli müəllimlərimiz, sualın şərti nədən gedir? Filologiyaya aid sualdır. Bunlar həm məqalə hazırlamalıdır, eyni zamanda sosial, psixoloji, rəqəmsal təhlükəsizlik baxımından qiymətləndirməlidir. Deməli, burada bir neçə fənnin adını getdiyini gördüyümü, bəli, psixologiyadan söhbət gedir, rəqəmsal təhlükəsizlikdən söhbət gedir və s. Filologiya var və digər fənlər var. Deməli, bir çox fənlər arasında inteqrasiya hansı inteqrasiya idi, dəyərli müəllimlərimiz? Bəli, fənlər arası. Baxın, filologiyadan artıq kənara çıxmışam, digər fənlərə keçmişəm. Məqalə yazmaq, esse yazmaq, razıyıq, filologiyadadır. Amma rəqəmsal təhlükəsizlik, sosial, psixoloji baxımından araşdırmaq və s. bu başqa fənlərə keçid etməkdir. Burada fənlərarası inteqrasiya görürükmü? Bəli, fənlərarası inteqrasiya görürük. Və eyni zamanda baxın, dəyərli müəllimlərim, cümlənin sonunda nə yazıb? Deyir, bu müxtəlif aspektlərdən qiymətləndirərək əsaslandırılmış mövqe bildirmə, mövqeyinizi bildirin, mövqe bildirmək, öz, necə deyim, fikirlərini əsaslandırma, öz mövqeyini ortaya qoyuruqsa, bu dəyərləndirmək mərhələsinə aiddir. Dəyərləndirməyin də yanında təfəkkürün növünü hansı götürəcək? Mövqe bildirmək, əsaslandırmaq, sübut etmək, dəlil gətirmək, arqument gətirmək deyirsə, bu da aiddir tənqidi təfəkkürə. Fənlərarası inteqrasiya olduğunu tapsınız, avtomatik variantı rahat şəkildə tapa bilərsiniz. Fənlərarası başqa heç bir variant da yoxdur. Hətta tutaq ki, fənlərarası iki variant da olsa belə, başqa tapmağın yolunu da deyim. Əsaslandırmış mövqe bildirməyi tapşırır. Yəni, uşaqlar öz mövqeylərini bildirəcəklər. Avtomatik tapdınız ki, dəyərləndirməkdir. Taksonomiyanı tapıb elə də hərəkət eləyə bilərdiniz. Düzgün cavabımız oldu B variantı. Gəlin baxaq bir yerdə ikinci suala. Aşağıdakı tapşırıqlardan hansı dərin bilik səviyyəsi nəzəriyyəsinə görə bacarıq və anlayışlar səviyyəsinə aiddir? Bundan öncəki video izahda qeyd eləmişdik. Dərin bilik səviyyəsinin testlərin izahına baxmışdıq. Deməli, bacarıq və anlayış səviyyəsi dəyərli müəllimlərimiz, dəyərli müəllimlərimiz neçənci səviyyədir? Bacarıq və anlayış, bəli, ikinci səviyyədir. Dərin bilik səviyyəsinə görə 2-də yerləşir. 1. Gəlin təkrarlayaq. 1 nə idi? Xatırlama. 2 nədir? Bacarıq və anlayış. 3 nə idi? Bəli, strateji düşünmə. 4 nə idi bəs? Bəli, genişləndirilmiş düşünmə. İndi bizə neçəyə aid lazımdır? 2-ci səviyyə aid olan fikir lazımdır. Gəlin variantlara baxaq. Gəlin bəndləri mən oxuyum, dəyərli müəllimlər. Baxaq görə hansı bənd, hansı səviyyəyə aiddir. Deməli, A variantından başlayaq. Mətndəki felləri tapın və zaman şəkilçilərini göstərin. Zaman şəkilçiləri hansılardır? Felləri tapın. Bu hansı mərhələdir? Bu birinci mərhələyə aid. Bu xatırlamadır. Zaman şəkilçilərini bilmək, feli bilmək üçün gərək xatırlama mərhələsi tələb olunur. Bu birinci səviyyədir. Bizə ikinci səviyyə lazımdır. Mətnə əsaslanaraq hadisənin ardıcıllığını müəyyən edin və qısa şəkildə izah edin. Yəni, birinci səviyyədən artıq keçmişik. Deyir, izah edin, məlumatları müqayisə edin, aralarındakı əlaqəni tapın, əsas ideyanı müəyyənləşdirin, qruplaşdırın və s. Bunlar hansı mərhələyə aiddir hamısı? Bəli, bu ikinci səviyyəyə aiddir. Bacarıq və anlayış səviyyəsinə aiddir. Elə bizdən də onu istəyirlər. Ona görə cavabımız B-dir. Digər variantlara da baxaq. Mətnə əsaslanaraq müəllifin mövqeyini müəyyən edin və mövqeyi əsaslandırın. Bunu dərin bilik səviyyəsinin test izahında dəfələrlə demişəm, rahat tapmağın yolu. Baxın, şagird məlumatları əsaslandırır, təhlil edir, analiz edir. Hətta strateji düşünmənin ən rahat tapmağı yollarında demişdim ki, məlumatları tapmaq, təhlil etmək, əsaslandırmaq varsa, bu strateji düşünməyə aiddir. Üçüncü səviyyədir, yəni. Digər varianta da baxaq. Mətn üzrə mövzu ilə bağlı alternativ nəticə irəli sür və seçim edin. Yəni, təhlil etmək, qərar vermək, yəni seçim eləyin də, yolları təhlil edin, bir dənə qərar verin, deyir. Bu da üçüncü səviyyəyə aiddir.
Y variantına baxaq. Mətn əsasında yeni hekayə sujeti yaradın və plan tərtib edin. Yeni bir şey hazırlamaq, öyrəndiklərimizi birləşdiririk, sintez edirik, yeni məhsul ortaya qoyuruqsa, bu neçənci səviyyə idi? Bəli, 4-cü genişləndirilmiş düşünməyə aiddir. Deməli, düzgün cavabımız oldu B variantı. Digər variantlarda təhlil elədim ki, yəni qaranlıq qalmasın heç bir bənd. Baxırıq 3-cü suala. Şairin kədər, həsrət hisslərini nə dərəcədə inandırıcı, təsirli ifadə edib etmədiyinə münasibət bildirin. Fikrinizi əsərdən gətirdiyiniz nümunələrlə əsaslandırın. Yəni, öz fikirlərinizi əsaslandırın, deyir. Hətta birinci cümlədən artıq cavabı tapa bilərsiniz. Şairin kədər, həsrət hisslərini nə dərəcədə inandırıcı, təsirli ifadə edib etmədiyini münasibət bildirin. Uşaqlar oxuyublar əsəri. İndi deyirəm ki, öz münasibətinizi bildirin. Münasibətini bildirmək, mövqeyini bildirmək taksonomiyada hara aiddir? Dəyərləndirmək mərhələsinə aiddir. Öz mövqeyimi, öz münasibətimi bildirirəmsə tənqid təfəkkürümü işə salıram. Bir də konseptual. Bir növ konseptual nə idi? Niyə, nə üçün, nə səbəbə öz fikrimi bildirirəm və s. Yəni, məntiqini işə salır da bir sözlə. Bu da aiddir konseptual bilik. Düzgün cavabımız oldu C variantı. Onsuz da baxın dəyərli müdavimlərimiz. Dəyərləndirməklə tənqid tapanda avtomatik, hətta birini tapanda variant avtomatik çıxmış olur. O baxımdan rahat şəkildə imtahanda da cavabları tapacaqsınız. Əsas odur ki, mahiyyətini bilək. Düzgün cavab oldu C variantı. Baxırıq 4-cü suala. Hər il dünyada nə qədər dil ölür? Şagirdlər bunu nəzərə alaraq ana dilimizin perspektivlərini araşdırır və buna əsasən onun qorunması ilə bağlı plan hazırlayırlar. Baxın, dəyərli müdavimlər, gəlin sualı birlikdə təhlil edək. Görə bizə nəyə soruşurlar? Şagirdlər nəyi araşdırmalıdır? Şagirdlər görür ki, hər il dünyada nə qədər dil ölür. İndi şagirdlər nəyi araşdırmalıdır? Ana dilimizin perspektivlərini araşdırırlar. Buna əsasən onun qorunması ilə bağlı plan hazırlayır. Dəyərli müdavimlər, plan hazırlayın görən kimi deyib yaratmaq, yaradıcılıq götürmürük. Çünki burada məna tamam fərqlidir. Şagirdlər araşdırmalıdır, ana dilimizin perspektivlərini araşdırırlar, hansı səbəblərdən hər il dünyada müəyyən dillər ölür. Bunları araşdırmalıdırlar, təhlil etmədilər, məlumatları hissələrə bölmədilər. Bir növ səbəbini tapmalıdırlar ki, niyə hər il dünyada bu qədər dil ölür? Perspektivlərini araşdırırlar. Buna əsasən qorunması ilə bağlı plan hazırlayırlar. Hissələrə parçalayır, araşdırır, tapır. Bu təhlildir. Bir də analitik, tutaq ki, götürmək istəyirsiniz Y variantını təhlil. Yanında analitik yazılıb. Analitik təfəkkürdə keçən necə izah eləmişdi? Analitik hissələrə parçalamaq, məlumatı bütöv şəkildə öyrənmirəm də, sadələşmiş versiyada öyrənim. Hissələrə parçalayır, hissələrə parçalanmış şəkildə mən onu təhlil edirəm, analiz edirəm. Analiz analitikdir də, yəni analiz etmək, hissələrə parçalamaq. Ona görə düzgün cavabımız olur təhlil etmək və analitik. Burada məqsəd yeni bir plan hazırlamaq deyil. Burada məqsəd hər il dünyada nə qədər dil ölür, onu araşdırmaqdır. Şagirdlər də buna uyğun öz ana dillərinin perspektivlərini araşdırırlar. Buna əsasən, nəyinsə əsasında hazırlayırlar da, sırf yeni bir beyinlərin məhsulu olaraq ortaya qoyub plan hazırlamayıblar bunlar. Misal üçün, mən deyirəm ki, şəhərimizdə tıxac var. Tıxacı aradan qaldırmaq üçün təkliflər planı hazırlayın, tədbirlər planı hazırlayın. Onda deyə bilərsiniz, bu yaradıcılıqdır, yaratmaqdır. Amma uşaqlar baxın burada, məlumatları araşdırırlar, əllərində olan məlumatları hissələrə parçalayırlar, analiz edirlər, təhlil edirlər. Ona görə düzgün cavabımız nədir? Təhlil etmək, analiz. Yəni, əgər aramızda C variantı götürən müdavimlərimiz varsa, ona görə hər ehtimala qarşı izah elədim ki, düzgün cavab oldu təhlil, yəni araşdırır, hissələrə bölür, parçalayır, bir növ səbəblərini axtarır ki, görək hər il dünyada niyə bu qədər dil ölür, onu araşdırır, hissələrə parçalayıb elə təhlil edirlər. Deməli, düzgün cavabımız oldu Y variantı. Baxırıq 5-ci suala. 5-ci sualda nə deyir? Aşağıdakı tapşırıqlardan hansı dərin bilik səviyyəsi nəzəriyyəsinə görə strateji düşünmə neçənci mərhələ idi? Neçənci səviyyə idi, dəyərli müdavimlər? Strateji düşünmə, bəli, 3-cü səviyyə idi. İndi gəlin 3-cü səviyyədə olan bir fikir axtarmalıyıq. Gəlin bəndləri mən oxuyum, dəyərli müdavimlər. Siz tapın ki, hansı fikir, hansı səviyyələrə aid ola bilər. Mətnə əsaslanaraq işləmiş isimləri müəyyən edin və onların növlərini göstərin. İsmi müəyyənləşdirin, növlərini müəyyənləşdirmək üçün nə lazımdır? Birinci səviyyə lazımdır. Onlardan istifadə edərək onları müqayisə edin, fərqləndirsə, qruplaşdırsa, izah eləsə, o da ikinci səviyyəyə aiddir. Yəni, bu yuxarı 1-2-ci səviyyələrə aiddir. Ona görə ana çıxdıq. Bizə 3-cü səviyyə lazımdır. Mətnə əsaslanaraq əsas fikri müəyyən edin və onu qısa şəkildə izah edin, ifadə edin və yaxud da bu ikinci səviyyə olsa kifayətdir. Yəni, 3-cü səviyyəyə gəlib çatmamışıq hələ. Mətnə əsaslanaraq verilmiş cümlələri sadə və mürəkkəb
cümlələrə ayırın. Öyrəndiklərimizdən bir növ istifadə edirik və o tətbiq edirik. Bu bacarıq və anlayış səviyyəsidir. Ona görə bunu da çıxırıq. Mətnə əsaslanaraq müəllifin mövqeyini müəyyən edin və bu mövqeyi ifadə edən dil vasitə nümunələrlə əsaslandırın. Əsaslandırın, təhlil edin, analiz edin, buna uyğun bir qərar verin. Hansı mərhələyə aid idi? Bəli, bu strateji düşünmə səviyyəsinə aiddir. Düzgün cavabımız D variantıdır. Digər variantda baxaq. Mətnə əsaslanaraq işlənmiş sözlərin sinonimlərini müəyyən edin və yazın. Yəni sözlərin sinonimləri hansılardır? Onları tapın, onları yazın deyirsə, bu birinci, ikinci səviyyə olsa kifayət. Yəni üçüncü strateji düşünmə səviyyəsinə gəlib çatmamışıq hələ. Düzgün cavabımız oldu D variantı. Ümid edirəm ki, filologiyaya aid olan testlərin izahı hər birinin üçün faydalı oldu.